Birinci Dünya Müharibəsi haqqındadır. Yəni Azərbaycanın Birinci Dünya Müharibəsində iştirakı. Deməli 1914-1918-ci illərdə baş vermişdi Birinci Dünya Müharibəsi. Birinci Dünya Müharibəsində əsasən iki dənə tərəf oluşurdu. Biri Antanta, biri də üçlər. Bu xüsusən böyük Avropa dövlətləri arasında olan, Rusiya arasında olan müharibə idi və əsas məqsəd dünyanın yenidən bölüşdürülməsi uğrundadır. Dünya sərvətləri uğrunda mübarizə idi. Azərbaycan da o dövrdə Çar Rusiyasının tərkibində olduğuna görə əlbəttə ki, müharibədə iştirak etməyə məcbur idi. Azərbaycanlılar bu müharibəyə bir fürsət kimi baxırdılar. Xüsusən Azərbaycanlı hərbiçilər, zabitlər düşünürdülər ki, Birinci Dünya Müharibəsində olan döyüşlərdən istifadə edib, bəlkə də Osmanlının köməyi ilə Rusları Azərbaycandan qovub çıxartmaq olar. Və Osmanlılar da bu ideyadaydı. Osmanlıların Turançılıq ideyası var idi. Düşünürdülər ki, ola bilər ki, müharibədən istifadə edib Rus qoşunlarını Azərbaycandan qovub çıxartsınlar. Buna sübut üçün müharibədə iştirak edən Aslan xan Xoyski deyilən bir zabit var idi. Bu, Azərbaycanın görkəmli siyasi xadimi Fətəli xan Xoyskinin qardaşı oldu. Fikir verin, müharibə zamanı fürsətdən istifadə edib, gedib Erzurum şəhərinə, orada Osmanlı ordusunun baş qərargah rəisi Ənvər Paşa ilə görüşüb, Azərbaycanın gələcək müstəqil Azərbaycanın xəritəsini ona təqdim etmişdi, layihəsini təqdim etmişdi. Biz istəyirik ki, ta Dağıstan, Dərbənd, Araz çayına qədər olan bütün Azərbaycan əraziləri işğaldan azad olsun. Əlbəttə ki, Ənvər Paşa da bu ideyanı bəyənmişdi. Və Osmanlılar müharibə başlayan kimi, müharibə başlandıqdan bir müddət sonra daxil olurlar 1914-cü ildə artıq Oktyabran'a daxil olurlar, Təbriz şəhərinə, Cənubi Azərbaycan şəhərinə daxil olurlar. O dövrdə Təbriz şəhəri Qacarlar dövlətinin tərkibində idi. Qacarlar dövləti də o qədər də güclü deyildi, zəif idi, özündə bir tərəf elan etmişdi. Təbriz şəhərinə daxil olurlar, məqsədləri ondan ibarətdir ki, Təbriz şəhərinə daxil olsunlar, oradan da Xəzər dənizi vasitəsilə Xəzər sahili ərazilərə hücum etsinlər, Rus qoşunlarını Azərbaycandan qovub çıxartsınlar. Amma belə oldu ki, 1915-ci ilin yanvar ayında baş verən Sarıqamış döyüşündə, yəni Rusiya ilə Osmanlı qoşunları arasında baş verən döyüşdə Rusiya tərəf qalib gəldi. Yəni həqiqətən də bu Osmanlı əsgərləri üçün böyük bir faciə idi. Minlərlə Osmanlı əsgəri bu döyüşdə həlak olur. Osmanlıların məğlub olmasının səbəblərindən biri qışın çox sərt keçməsidir. Sözün düzü Ruslar da o qarlı havaya, şaxtalı havaya öyrəşirlər, onların təbiəti buna imkan verir. Bundan da əlavə əskər baxımından Osmanlıların sayı az idi. Bundan da əlavə texniki baxımından Osmanlılarda texniki təchizat zəif idi. Ona görə Rusiya qalib gəldi. Deməli, üç dənə səbəb. Hava çox şaxtalı keçdiyinə görə, əskər sayı az olduğuna görə, bir də texniki təchizat zəif olduğuna görə Osmanlılar bu döyüşdə məğlub oldu. Bəs görə Azərbaycanlıların müharibədə iştirakı necə olmuşdur? Eyni zamanda Azərbaycanlı zabitlər də müharibədə iştirak etmişdir. Eyni zamanda Azərbaycan xalqı, bayaq dediyimiz kimi fürsət verir ki, bəlkə Osmanlıların vasitəsilə müstəqil olarıq. Eyni zamanda Azərbaycan xalqı Osmanlı dövlətinə yardım göndərmişdir. Məsələn, xüsusən 1915-ci ildə ermənilər Rusların vasitəsilə Şərqi Anadolu ərazisində Osmanlı türklərinə qarşı soyqırım törətmişdir, özü də dinc əhaliyə qarşı. O zaman Azərbaycanlı əhali Osmanlılara yardım göndərdi. Çar Rusiyası buna mane olsa belə, görün Azərbaycan xalqı Osmanlı dövlətinə necə qardaş kimi yanaşırdı ki, Çar Rusiyasının həbslərindən belə, qadağalarından belə qorxurdular. Məsələn, belə yardım edən şəxslərdən biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Hətta Məhəmməd Əmin Rəsulzadə bu xidmətlərinə görə Çar Rusiyası tərəfindən hətta həbs olunmuşdur. Yəni, Bakı cəmaatı, Azərbaycan əhalisi könüllü olaraq gedib Rusiyanın tərkibində yaşamasına baxımdan könüllü olaraq gedib Osmanlı ərazisində vuruşurdular.
Rusiyanın əleyhinə, İngilislərin əleyhinə vuruşurlar. Orada böyük bir qəbristanlıq var, Çanaqqala şəhəri yaxınlığında. O qəbristanlıq özü də Bakı qəbristanlığı adlanır. Bu da Azərbaycan xalqının həmişə Osmanlılara can bir, qardaş bir olan xalqa köməkliyini göstərir. Eyni zamanda uşaqlar, Çar Rusiyasının tərkibində Azərbaycanlı generallar iştirak edirdi. Sözün düzü, sadə əhalini, bəy nəslindən olmayanları icazə vermirdilər müharibədə iştirak etməyə, Rus qoşunları. Bəy nəslindən olmayanlar əsasən arxa cəbhədə xidmət göstərir. Amma müəyyən qədər bəy nəslinə etibar edir Ruslar, çünki onlar onların öz məktəblərində təhsil almışlar, hərbi məktəblərində təhsil almışlar. Belə şəxslərdən bir neçəsinin adını çəkmək olar. Məsələn, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Əliağa Şıxlinskidən başqa Fərruh Ağa Qayıbov, Azərbaycanın ilk hərbi təyyarəçilərindən biri olmuşdur. Məsələn, Səməd bəy Mehmandarov döyüşlərin birində Alman əskərlərini məğlub edir və Rus əskərlərini, Çar əskərlərini mühasirədən qurtarır, Rusiyanı böyük bir rüsvayçılıqdan qurtarır. Əliağa Şıxlinski ümumiyyətlə artilleriya sahəsində ən böyük birliyə malik generaldır. Əliağa Şıxlinskinin hətta dərsliklərindən belə Avropa ölkələrində, Polşada, Fransada dərs keçirdilər. Məsələn, Şıxlinski üç bucağı deyilən bir nəzəriyyəsi var idi və onu döyüşlərdə tətbiq edilir. Görün, Əliağa Şıxlinski necə bir general olub ki, hətta Çar hökuməti öz paytaxtını, yəni o dövrdə Petrograd deyirlər, indi Peterburg deyirlər. Petrograd şəhərinin müdafiəsini məhz Əliağa Şıxlinskiyə tapşırılmışdır. Yəni bu çox böyük bir, mühüm bir hadisədir. Yəni digər xalqlardan olan nümayəndələr yox, məhz müsəlman Azərbaycanlı Əliağa Şıxlinskiyə tapşırılmışdır. Fərruh Ağa Qayıbov da uşaqlar bizim ilk hərbi təyyarəçimiz olub. Qazax rayonundan adamlıq, indinin özünə də Qazax şəhərinin düz mərkəzində təyyarə maketi qoyulub. Yəni bu məhz Fərruh Ağa Qayıbovun xatirəsinə görə qoyulmuşdur. Aynı oldu uşaqlar, Birinci Dünya Müharibəsində belə maraqlı hadisələr baş vermişdir. Məsələn, işsizlik, aclıq, qıtlıq olmuşdur. Bakı şəhərində hətta qadınlar belə üsyanlar etmişdilər 1916-cı ildə. Artıq əhali təngə gəlmişdi, əhali Çar hökumətinə qarşı üsyanlar edildi. Danışdıqlarımı sizdən soruşuram, görün necə bilirsiniz. Hələlik lövhəyə baxın, cavab verin, sonra siləcəm. Birinci Dünya Müharibəsinin sənədləri. Şəhərimizin sənədləri. 1914-1918. Yaxşı. Aslan xan Polski haqqında nə deyə bilərsən? Tunca. Aslan xan Polski haqqında Yadınızda qalmıyor. Müsalam, sən nə deyə bilərsən? Bayaq dedim, Aslan xan Polski, Fətəli xan Polskinin qardaşı oldu. O, Osmanlıda baş qərargah rəisi Ənvər Paşaya Azərbaycanın, müstəqil Azərbaycanın ərazisini təqdim etmişdir. Layihəsini xəritədə təqdim etmişdir. Yəni, Aslan xan Polski bir Çar zabiti oldu. Yəni, bu Çar zabiti olmasına baxmayaraq, yalnız və yalnız Azərbaycanın müstəqilliyi haqqında düşünürdü. Azərbaycanın müstəqilliyinə yol açmaq istəyirdi. Osmanlı əskərlərinin, Osmanlı ordusunun vasitəsilə. Osmanlılar Təbriz şəhərinin neçənci daxil olur? 1914-cü ildə. Bəs nə üçün oradan çıxmağa məcbur olurlar? Hansı döyüşdə məğlub olurlar? Sarıqamış döyüşündə. Neçənci ildə olur? 1915. Yanvar ayında. Kim qalib gəlir? Rusiya qalib gəlir. Ona görə də Osmanlı buradan çıxmağa məcbur olur. Uşaqlar, dəfələrlə Çar
ordusunu mühasirədən qurtaran Azərbaycanlı general kim olub? Əli Yavaş. Səməd bəy Mehmandarov. Bəs Petrograd şəhərinin toplarla müdafiəsi kimə tapşırılıb? Əli Yavaş kimi. Fərruxan Qayıbov kim olub? Təyyarəçi. Azərbaycan hərbi təyyarəçisi olub. Oldu. Çox sağ olun.